Salam əziz abituriyentlər və müəllimlər, xoş gördük hər birinizi. Sizlər üçün bu videoda DİM 2-ci hissə test toplusundan cümlə üzvləri, cümlənin qrammatik əsası olan bölmədə mübtədi və onun ifadə vasitələrindən olan sualları izah edəcəm. Sual 1-ə baxaq. Mübtədəsi sual əvəzi ilə ifadə olunmuş cümləni müəyyən edin. Gələn kimdir? Burada kimdir? Xəbər, mübtədə isə gələndir və gələn burada fe'l sifətlə ifadə olunubdur. Bizə lazım idi ki, mübtədi sual əvəzli ilə ifadə olunsun. Hüseyn Cavid harada dəfn olunmuşdu? Nə etmişdi? Dəfn olunmuşdu. Kim? Hüseyn Cavid. Burada mübtədə Hüseyn Caviddir və mürəkkəb adla ifadə olunubdur. Qardaşın nə axtarır? Nə edir? Axtarır. Kim? Qardaşın. Burada mübtədə qardaşındır, isimlə ifadə olunubdur. Nə isə tamamlıqdır. Nə axtarır? Nəyi axtarır? Qeyri-müəyyən təsir iki olan sual əvəzliyidir. Və tamamlıq rolundadır. Onları nə maraqlandırır? Nə edir? Maraqlandırır. Kimi? Onları? Nə? Burada suala cavab vermədən mübtədə olur. Çünki sual əvəzlikləri suala cavab vermədən cümlə üzvü olurlar. Və D variantında mübtədə sual əvəzliyi ilə ifadə olunduğu üçün doğru cavab olur D. Həsən necə adamdır? Kimdir? Adamdır. Kim? Həsən. Necə burada təyinli sifət əvəz edibdir və mübtədə isimlə ifadə olunubdur. Və doğru cavabımız olur D variantı. İkinci suala baxırıq. Mübtədəsi sifətlə ifadə olunan cümləni müəyyən edin. Gözəllər seyrəngahsan, görüm səni var ol yaylaq. Var ol, burada xəbərdir. Daha sonra yaylaq burada xitabda təhlil olunmayacaq. Gözəllərin seyrəngahısan, burada sən mübtədə olmalıydı. Sadəcə mübtədə buraxılıbdır. Bu cümlədə ümumiyyətlə mübtədə yoxdur. Gözəllər seyrəngahsan bir də birlikdə xəbər rolunda çıxış edir. Namərd dar gündə aradan çıxandır. Aradan çıxandır. Nə vaxt, nə zaman dar gündə? Kim? Namərd. Burada namərd mübtədədir. Eyni zamanda mübtədə sifətlə ifadə olunubdur. Bizdən də mübtədə sifətlə ifadə olunanı istəyirdi deyə doğru cavab B-dir. Hər şey sənin düşündüyün qədər asan deyil. Asan deyil. Nə? Hər şey. Burada qeyri-müəyyən əvəzliklə ifadə olunub mübtədə. İnsaflar azalıb. Azalıb nə? İnsaflar. Mürvət gödəlib. Gödəlib nə? Mürvət. Mürvət insaf. Bu da isimdir. Mübtədə isimlə ifadə olunubdur. Xərc üstə çoxları düşdü kəməndə. Çoxları nəsrə çevirsək, çoxları xərc üstə kəməndə düşdü. Kəməndə düşdü kim? Çoxları. Burada çoxları mübtədədir və sayla ifadə olunubdur. Üçüncü sual. Mübtədəsi fe'li sifətlə ifadə olunmuş cümləni müəyyən edin. Yolun sürüşkənliyi hamı üçün təhlükə yaradırdı. Təhlükə yaradırdı. Deməli, nə? Yolun sürüşkənliyi. Yolun sürüşkənliyi burada mübtədədir və mübtədə isim birləşməsindən ifadə olunubdur. Oxuyan müğənnini tanımırdıq. Tanımırdıq. Kimi müğənnini? Hansı müğənnini? Oxuyan. Burada mübtədə bizdir. Sadəcə biz mübtədəsi ixtisar olunubdur. Cümlədə yoxdur. Ümumiyyətlə mübtədə yoxdur. Sən gələndə uşaqların hamısı sevinir. Sevinir. Kim? Uşaqların hamısı. Mübtədə isim birləşməsindən ifadə olunub. Üçüncü nöqtənin söz birləşməsidir. Küsəyən olmağı hiss olunurdu. Hiss olunurdu. Nə hiss olunurdu? Küsəyən olmağı. Küsəyən olmaq burada birlikdə ol, et, bil, qıl, yəni mürəkkəb fe'l yaradır. Küsəyən olmaq mürəkkəb sözdür. Məq məstər. Küsəyən olmaq məstərdir burada. Ona görə də fe'l sifətlə ifadə olunmayıbdır. Çalışan öz məqsədinə nail olar. Nail olar. Kim? Çalışan. Çalışan burada mübtədədir və eyni zamanda fe'l sifətlə ifadə olunduğu üçün doğru cavab olur E variantı. Dördüncü sual. Su sıçrantılarının yuduğu yerlər, göyərtədə dayananlar gözlərini qaranlığa zilləyib irəli baxırdılar cümləsində mübtədə nə ilə ifadə olunubdur? Nə edirdilər? Baxırdılar. Kim baxırdı? Su sıçrantılarının yuduğu göyərtədə dayananlar. Hamısı birlikdə fe'li sifət tərkibi sayılacaqdır. Çünki göyərtədə baxırdılar, su sıçrantılarının yuduğu baxırdılar deyə bilmirik. Hamısı birlikdə olacaqdır. Fe'li sifət tərkibi, yəni mübtədə ifadə olunub fe'li sifət tərkibi ilə D variantı olmuş olur. Şəhidi olmayan torpaq müstəmləkədir. Müstəmləkədir. Hara? Torpaq. Hansı torpaq? Şəhidi olmayan. Torpaq mübtədədir və eyni zamanda isimlə ifadə olunduğu üçün cavab olur D. Hərflərin sırasını biləndə lüğət üzrə işləmək asan olur. Asan olur. Nə asan olur? Lüğət üzrə işləmək. Nə vaxt, nə zaman asan olur? Hərflərin sırasını biləndə. Burada lüğət üzrə işləmək mübtədədir və mübtədə ifadə olunubdur məstər tərkibi ilə. Çünki məq məstərdir, lüğət üzrə işləmək 3 söz birləşib məstər tərkibi yaradıbdır. Sadəcə işləmək olsaydı mübtədə, o zaman deyəcəkdik ki, mübtədə məstərlə ifadə olunub. Məstər tərkibi odur ki, ən azı bir neçə söz birləşib birlikdə tərkib yaratsın. Təbiətin bütün sirlərini kəşf edən insandır. Kimdir? İnsandır. İnsan kimdir? Təbiətin bütün sirlərini kəşf edən. Burada da fe'l sifət tərkibidir. Anan fe'l sifətdir.
Bir baxaq. Təbiətin insandır deyə bilmirik, bütün insandır deyə bilmirik, sirlərin insandır deyə bilmirik. Ona görə də təbiətin bütün sirlərini kəşf edən hamısı birlikdə fe'l sifət tərkibi sayılır və mübtədə də ifadə olunubdur fe'l sifət tərkibi ilə. Buna eyni zamanda fe'li birləşmə də deyilə bilər. Yəni cavablarda fe'l sifət tərkibi yox, fe'li birləşmə olsa, bu da doğru cavab olmuş olar. İndi orada Gülgəzin bayaq dayandığı yerdə başqası dayanmışdı. Dayanmışdı. Kim başqası? Mübtədə başqasıdır. Başqa da sifətlə ifadə olunub. Yəni mübtədə sifətlə ifadə olunub. Başqa sözü həm qoşma ola bilir, həm də sifət olur. Səndən başqa. Burada başqa qoşmadır. Başqası dayanmışdı. Kim başqası? Burada isə başqa sifət. Yəni mübtədə sifətlə ifadə olunubdur. Sual 9. Mənəvi təkamülün zirvəsinə çatmaq hər insana nəsib olmur. Nəsib olmur. Kimə? İnsana. Kimə tamamlığın sualıdır. Hansı insana? Hər insana. Nə? Hər insana nəsib olmur. Mənəvi təkamülün zirvəsinə çatmaq. Makmək məstərdir. Zirvəsindən nəsib olmur, təkamülün nəsib olmur, mənəvi nəsib olmur deyə bilmirik. Ona görə də mənəvi təkamülün zirvəsinə çatmaq hamısı birlikdə məstər tərkibi gedir. Yəni mübtədə ifadə olunubdur məstər tərkibi ilə. İşlədiyi idarənin maliyyə yardımı Kərəmin xaricdə təhsil alması üçün şərait yaratdı. Nə etdi? Şərait yaratdı. Nə? Nə şərait yaratdı? Burada mübtədəmiz idarənin maliyyə yardımıdır. Yəni nə şərait yaratdı? İdarənin maliyyə yardımı. Hansı idarənin işlədiyi? Burada işlədiyi təyindir. İdarənin maliyyə yardımı mübtədədir. Yəni mübtədə ifadə olunubdur idarənin yardımı. Üçüncü növ təyin söz birləşməsi ismi birləşmə ilə. İndi testlərdə ikinci, birinci, üçüncü növ təyin söz birləşməsinin adını görə bilməzsiniz. Onlar ümumilikdə təyin söz birləşməsi sayılmış olacaqdır. 11. Əli bəy Hüseynzadə 20-ci əsrin əvvəllərində Füzət jurnalının nəşrinə başladı. Nə etdi? Başladı. Kim başladı? Əli bəy Hüseynzadə. Nə vaxt, nə zaman? 20-ci əsrin əvvəllərində. Burada mübtədə Əli bəy Hüseynzadədir və Əli bəy Hüseynzadə mürəkkəb adı olduğu üçün mübtədə ifadə olunub mürəkkəb adlı. 12. Dərsi diqqətlə oxumaq bütün şagirdlər üçün vacibdir. Necədir? Vacibdir. Nədir vacib olan? Dərsi diqqətlə oxumaq. Burada dərsi diqqətlə oxumaq məstər tərkibidir. Yəni magmək məstər var, özünün əvvəlki sözləri özünə qoşub tərkib yaratdığı üçün cavab olur B bəndi. O da atası kimi kapitan olmaq, gəmi sürmək istəyirdi. Nə edirdi? İstəyirdi. Kim istəyirdi? O. Burada o mübtədədir və eyni zamanda şəxsi vəzli ilə ifadə olunubdur. Çünki o, kim və yaxud da nə sualına cavab verirsə şəxsi vəzlidir, hansı sualına cavab verirsə işarə vəzlidir. Yəni o homonim əvəzlikdir. 14. Hamıdan artıq ürəklə və həvəslə işləyən Rəhman idi. Kim idi? Rəhman idi. Rəhman kimdir? Rəhmandır. Kim? Hamıdan artıq ürəklə və həvəslə işləyən. Burada hamısı anən fe'l sifət tərkibinə daxil olur və mübtədə ifadə olunubdur fe'l sifət tərkibi ilə. Uşağı ərköyün böyütmək onun gələcəyini məhv etməkdir. Yadda saxlayın ki, əgər xəbər məstər və ya fe'l sifətlə ifadə olunursa, xəbəri tapırsınız. Xəbərdən öndəki mübtədə olur və xəbərlə mübtədənin arasındakı ayrıca cümləsi yox, hamısı birlikdə xəbərə tabi olmuş olur. Onun gələcəyini məhv etməkdir. Birlikdə xəbər gedir, məstər tərkibi. Nə onun gələcəyini məhv etməkdir? Uşağı ərköyün böyütmək. Burada uşağı ərköyün böyütmək birlikdə mübtədədir. Onun gələcəyini məhv etmək isə xəbərdir. Cümlə mübtədə və xəbərdən ibarətdir və mübtədə ifadə olunubdur məstər tərkibi ilə. Cavab olur E variantı. Dünəndən bəri eşitdiklərim səni də təəccübləndirəcək. Nə edəcək? Təəccübləndirəcək. Kimi? Səni. Nə təəccübləndirəcək səni? Dünəndən bəri eşitdiklərim. Hamısı birlikdə mübtədə gedəcəkdir və mübtədə ifadə olunacaq fe'l sifət tərkibi ilə. Çünki dünəndən bəri təəccübləndirəcək mənə əlaqəsi yoxdur. Səni təəccübləndirəcək olanlar dünəndən bəri eşitdiklərim. Mübtədə fe'l sifət tərkibi ilə ifadə olunur. Yaralı ağrıdan sızıldayırdı. Sızıldayırdı. Kim? Yaralı. Yaralı burada mübtədədir və yaralı nitq hissəsi olaraq sifətdir. Ona görə doğru cavab olacaq D variantı. Yəni mübtədə sifətlə ifadə olunubdur. Mübtədəsi sifətlə olunan cümlədir. Sifətlə ifadə olunsun. Yaşıllığı qorumaq hamımızın borcudur. Hamımızın borcudur. Nə? Yaşıllığı qorumaq. Yaşıllığı qorumaq məstər tərkibi və ya fe'li birləşmə sayılır. Mübtədə fe'li birləşmə ilə ifadə olunub. Gənclərə edilən qayğı qiymətləndirildi. Qiymətləndirildi. Nə? Qayğı. Qayğı isimdir, mübtədə isimlə ifadə olunubdur. Hamı suyun çəkilməsinə sevinirdi. Sevinirdi. Kim?
Hamı, hamı mübtədədir, əvəzliklə ifadə olunub. İgidlər bir andaca meydana atıldılar. Atıldılar. Kim? İgidlər. Burada igidlər mübtədədir və igid sifət olduğu üçün mübtədə sifətlə ifadə olunub. Hər kəs işin sonunu gözləyirdi. Gözləyirdi kim? Hər kəs. Hər kəs də qeyri-müəyyən əvəzlikdir və mübtədə əvəzliklə ifadə olunub. Doğru cavab olur D variantı. 19. Cümlənin birinin mübtədəsi məsləhət tərkiblə ifadə olunmuşdur. Tələbələrə məqalə yazmağı elmi rəhbəri tapşırmışdı. Nə etmişdi? Tapşırmışdı. Kim tapşırmışdı? Elmi rəhbərləri. Deməli, daha doğrusu kim tapşırmışdı? Rəhbərləri. Hansı rəhbərləri? Elmi. Burada sadəcə mübtədə rəhbərləridir və isimlə ifadə olunubdur. Bizdən məsləhət tərkibi istənilirdi. Ona görə A ola bilməz. Fərman, Zəhra və Sevincin məqsədi tələbə olmaqdır. Deməli, tələbə olmaqdır. Nədir? Tələbə olmaqdır. Nə? Fərman, Zəhra və Sevincin məqsədi. Bunlar hamısı mübtədə gedəcəkdir birlikdə və mübtədə burada ifadə olunubdur ismi birləşməklə. Akademiyanın tələbəsi olmaq gənc Cəlalın ən böyük arzusudur. Cəlalın arzusu 3-cü nöqtənin söz birləşməsi olduğu üçün parçalamadan birlikdə xəbər gedəcək. Hansı Cəlalın? Gənc. Nə? Cəlalın ən böyük arzusudur. Akademiyanın tələbəsi olmaq. Tələbəsi olmaq mürəkkəb feildir. Akademiyanın da digər, yəni akademiya isimdir. İki söz birləşir və məsləhət tərkibi yaratmış olur. Beləliklə, məsləhət tərkibi ilə ifadə olunan mübtədə C variantındadır. Muradın mahnı oxumaqdan çox xoşu gəlir. Muradın xoşu 3-cü nöqtəyin söz birləşməsidir. Xoşu gəlməkdə frazoloji birləşmədir. Ona görə burada Muradın mahnı oxumaqdan çox xoşu gəlir. Hamısı birlikdə xəbər rolunda çıxış etmiş olacaqdır. Yəni burada sadəcə xəbərdən ibarətdir, mübtədə yoxdur. Dincəlmək insanın sağlamlığına müsbət təsir göstərir. Müsbət təsir göstərən nədir? Dincəlmək. Burada isə mübtədə sadəcə məslərlə ifadə olunub. Məslər tərkibi ilə ifadə olunmayıb. 20. Hansı cümlədə mübtədə feili sifətlə ifadə olunubdur? Sizin sözünüzün kəsəri azdır. Azdır. Nə azdır? Deməli, sizin sözünüzün kəsəri. Hamısı birlikdə gedir və ismi birləşmə sayılır bu. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdidir. Vətən dərdidir. Nə? Soydaşlarımızın dərdi. İsmi birləşmənin ifadə olunubdur. Bizdən isə feili sifət istəyir. Söz var, gələr, keçər. Söz var, dələr, keçər. Dələr, keçər nə? Var, nə? Söz. Burada söz mübtədədir. Gələr, keçər, var, nə? Söz. Mübtədələr sözdür, o isə isimlə ifadə olunub. Oğul tərbiyəli və intizamlı olmalıdır. Deməli, intizamlı olmalıdır, tərbiyəli olmalıdır. Burada sadəcə olmaq ixtisar olunubdur. Kim? Oğul. Mübtədə oğuldur və bu da isimlə ifadə olunub. Sev ki, sevən mərd olar. Mərd olar. Kim? Sevən. Sevən feil sifətdir və mübtədə feil sifətlə ifadə olunub. Cavab olur E variantı. 21. Hansı cümlədə mübtədə zərflə ifadə olunubdur? Məktəbimiz yuxarıda, yəni parkın yaxınlığındadır. Yuxarıda, yəni parkın yaxınlığındadır burada. Bu cümlədə cümlə üzvünün əlavəsi var. Yəni məktəbimiz yuxarıdadır. Yuxarıdadır, yəni parkın yaxınlığındadır. Burada yuxarıdadır, parkın yaxınlığındadır cümlə üzvünün əlavəsi olduğu üçün birlikdə gedəcəkdir. Nə yuxarıda parkın yaxınlığındadır? Məktəbimiz. Burada mübtədə isimlə ifadə olunub. Bizdənsə zərflə ifadə olunan istənilir. Uşaq gah aşağı enir. Enir kim? Uşaq. Gah da yuxarı qalxır. Kim? Uşaq. Burada uşaq mübtədədir və isimlə ifadə olunub. Tənbəllər həyatdan müvəqqəti qazana bilmirlər. Yəni uğur qazana bilmirlər. Kim? Tənbəllər. Tənbəl sifətdir. Aşağılar gülçiçək içində idi. Gülçiçək içində idi. Hara? Aşağılar. Hara burada mübtədədir və aşağı zərf olduğu üçün mübtədə zərflə ifadə olunan cavab olur D variantında. İçəri keçən qonaqlar rahatca əyləşdilər. Əyləşdilər. Kim qonaqlar? Qonaqlar da burada isimdir. Ləngimək ölümə bərabərdir. Cümlədə mübtədə nə ilə ifadə olunubdur? Ölümə bərabər olan nədir? Ləngimək. Ləngimək də məstərdir. Ona görə mübtədə ifadə olunub məstərlə. Məstər tərkib deyə bilmərik, çünki orada bir sözdən ibarətdir. Hansı bənddə cümlənin mübtədəsi səhv göstərilibdir? Topqapı sarayının tavanı necə də gözəldir. Gözəldir. Nə? Topqapı sarayının tavanı. Burada mübtədə düzdür. Bağın sərinliyi də onun canına dinçlik gətirmişdi. Nə? Bağın sərinliyi. Mübtədə düzdür. Aşağıdakı dərədə daxma və ağaclar görünürdü. Görünürdü nə ağaclar, nə daxma. Burada mübtədə doğru göstərilibdir. Üzü niqablı, əli qılınclı gənc adam bağdan küçəyə şığıdı. Şığıdı kim? Adam. Burada adam mübtədədir və düz göstərilibdir. Muradı Bağdada o özə çağırmışdı. Nə etmişdi? Çağırmışdı. Kim? O. Deməli, Muradı Bağdada o özü çağırmışdı. Çağırmışdı. Kim çağırmışdı? Özü. Burada mübtədə özüdür.
və mübtədəni muradı göstəriblər. Kimi muradı? Murad əslində burada tamamlıqdır. Ona görə yanlışdır. Mübtədəsi səhv göstərilən olur ilə E variantında. 24-cü sual. Hansı cümlədə mübtədə ismi birləşmə ilə ifadə olunmuşdur? Sınaq meydanı vətən uğrunda, azadlıq uğrunda döyüşlər gedən yerlərdir. Haradır? Yerlərdir. Nə? Hansı yerlərdir? Döyüşlər gedən, azadlıq uğrunda döyüşlər gedən, vətən uğrunda birlikdə gedir. Nə yerlərdir? Hara? Sınaq meydanı. Sınaq meydanı burada ismi birləşmədir. Elə bizdən də mübtədənin ismi birləşmənin ifadə olmağını istədiyinə görə cavab A-dır. Eşitdiyinə inanma, gördüyünə inan. Kimsən? Mübtədələr ixtisar olunubdur. Doğrudan da məmdəli qeyrət halal olsun sənə. Halal olsun nə? Qeyrət. Qeyrət mübtədədir, isimdir. O vaxtlar Azərbaycanı müstəqil dövlət kimi görmək hamımızın arzusu idi. Hamımızın arzusu idi. Nə? Azərbaycanı müstəqil dövlət kimi görmək. Məsdər tərkibi ilə ifadə olunub. Dünən baş verən bütün hadisəni dostuna danışdı. Nə idi danışdı? Kim? O mübtədəsi cümlədə yoxdur, ixtisar olunubdur. Cavab oldu A variantı. Daha sonra sual 25-ə baxırıq. Mübtədəsi mücərrəd mənalı isimlə ifadə olunmuş cümləni müəyyən edin. Hər oxuyan Molla Pənah olmaz. Molla Pənah olmaz. Kim? Hər oxuyan. Burada deməli ifadə olunubdur mübtədə fe'l sifət tərkibi ilə. Yaşamaq yanmaqdır. Yanmaqdır. Nə? Yaşamaq. Burada mübtədə yaşamaqdır, məsdərlə ifadə olunub. Yaxşılıq insana bir sənət olsun. Sənət olsun kimə insana? Nə? Yaxşılıq. Yaxşılıq mübtədədir və mübtədə burada ifadə olunubdur. Mücərrəd isimlə. Çünki yaxşı sifətdir, yaxşılıq isimdir. Yaxşılığı gözlə görmürük. Yaxşını pisdən ayırmaq lazımdır. Davam edirdik. Deməli, yaxşını pisdən ayırmaq lazımdır. Lazımdır. Nə lazımdır? Yaxşını pisdən ayırmaq. Burada məsdər tərkibidir mübtədə. Mən səni həmişə sağlam görmək istərdim. Kim? Mən. Burada mən mübtədədir. Əvəzliklə ifadə olunub. Mücərrəd mənalı isim deyil. Hansı cümlə mübtədəsi fe'l sifət tərkibi ilə ifadə olunubdur? Xeyirxah işlərlə məşğul olanları qorumaq lazımdır. Lazımdır. Nə lazımdır? Xeyirxah işlərlə məşğul olanları qorumaq. Burada fe'li sifət tərkibi ilə yox, məsdər tərkibi ilə ifadə olunubdur. Bu işləri görən şəxs böyük məsuliyyət daşıyır. Məsuliyyət daşıyan kimdir? Şəxs. Hansı şəxs? Bu işləri görən. Burada şəxs mübtədədir və isimlə ifadə olunub. Milli teatrımızın əsasını qoyanlar unudulmayacaqlar. Kim? Milli teatrımızın əsasını qoyanlar. Yadda saxlayın ki, fe'l sifət fe'li bağlı məsələrin önündə heç vaxt müstəqil təyin götürmək olmaz. Ona görə də burada millini təyin kimi götürə bilməzsiniz. Yəni milli də tərkibin içinə daxil olmuş olacaqdır. Mübtədə ifadə olunan fe'l sifət tərkibi ilə cavab C olur. Öz işini bacarmayanları utandırmaq gərəkdir. Gərəkdir. Nə gərəkdir? Öz işini bacarmayanları utandırmaq. Burada da məsdər tərkibi ilə ifadə olunacaqdır. Deməli, öz işini bacarmayanları gərəkdir. Deyə bilmirik. Ona görə tərkib yaradır. Deyilənlər, tapşıranlar yadınızdan çıxmasın. Yaddan çıxmasın. Nə? Tapşıranlar, nə? Deyilənlər. Burada isə mübtədə fe'li sifətlə ifadə olunur. Fe'l sifət tərkibi olması üçün ən azı 2 müstəqil leksik mənalı söz lazım idi. 27. Hansı bənddəki cümlənin mübtədəsi fe'li birləşmə ilə ifadə olunmuşdur? Salatının göz yaşlarına baxmayaraq anası inadından dönmədi. İnadından dönmədi. Kim? Anası. Burada mübtədə anasıdır və mübtədə ifadə olunub isimlə. Adanın o tərəfindəki qamışlıqdan səs gəldi. Burada ümumiyyətlə fe'li birləşmə yoxdur. Yəni məsdər fe'l sifət fe'li bağlama tərkibi birləşmə yoxdur. Gəldi, nə gəldi? Səs. Mübtədə səslə ifadə olunub isimdir. Bunu görən Çərkəz özünü saxlaya bilmədi. Özünü saxlaya bilmədi. Kim? Çərkəz. Mübtədə Çərkəzlə ifadə olunub. O isimdir. Eyni zamanda hansı Çərkəz? Bunu görən. Bunu görən də fe'li sifət tərkibidir. Sadəcə təyin rolundadır. Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Sərilmişdi. Nə? Ağacların kölgələri. Burada da isim birləşmə ilə ifadə olunubdur. Buranı salamat keçmək evə çatmağa bərabər idi. Evə çatmağa bərabər idi. Nə? Evə çatmağa bərabər idi. Buranı salamat keçmək. Mübtədə fe'li birləşmə ilə, yəni məsdər tərkibi ilə ifadə olunub. Ona görə doğru cavab olur E variantı. Cümlənin birində mübtədə buraxılmışdır. Sizi də indicə çağıracaqlar. Nə edəcəklər? Çağıracaqlar. Bu qeyri-müəyyən şəxsi cümlədir. Onlar çağıracaqlar. Mübtədə buraxılıbdır. Gözəl şairimiz Söhrab Tahirin anasının gəlişini hamımız yaxşı xatırlayırıq. Xatırlayırıq kim? Hamımız. Burada mübtədə var, buraxılmayıb. Dəfələrlə Bakı gəmi limanından kör peşman geri qayıtmışdıq. Biz qayıtmışdıq. Mübtədə buraxılıbdır. Yıxılana balta çalan çox olar. Çox olar. Kim? Yıxılana balta çalan. Mübtədə var burada. Bu yerləri özüm də yaxşı tanımıram. Kim? Özüm. Burada da mübtədə var. Sizi də indicə çağıracaqlar. Çağıracaqlar nə vaxt, nə zaman? İndicə. Kimi? Sizi.
Burada da mübtədə yoxdur. Eyni zamanda C-də də yoxdur. Və burada deməli, sadəcə belə bir yanaşma var ki, müəyyən şəxsi cümlənin mübtədəsi buraxıla bilər. Qeyri-müəyyən şəxsi cümlədə xəbər üçüncü şəxsin cəmindədirsə, o zaman o cümlədə mübtədə olmur. Yəni onlar mübtədəsi yoxdur və bu qeyri-müəyyən şəxsi cümlə götürülür. Amma ümumi yanaşsaq, cümlənin birində mübtədə buraxılmışdır. Nə A variantında mübtədə yoxdur, nə də C variantında mübtədə yoxdur. C-də mübtədə buraxılıb, belə ki, orada bizi bərpa edə bilirik. Biz Bakı gəmi limanından körpeşmən geri qayıtmışdıq. A-da isə onları bərpa etmirik, çünki qeyri-müəyyən şəxsi cümlənin mübtədəsini bərpa etmək olmaz. Yəni qeyri-müəyyən şəxsi cümlənin mübtədəsini bərpa etmirik. Ona görə mübtədəsi buraxılmış deyildiyi üçün C variantıdır. Amma desəydik ki, mübtədə yoxdur cümlədə, o zaman A-nı da götürə bilərdik. Növbəti, mübtədəsi feili birləşməli ifadə olunmuş cümləni müəyyən edin. Olimpiyadada iştirak edənlər mükafat aldılar. Aldılar. Nəyi mükafatı? Kim? Olimpiyadada iştirak edənlər. Olimpiyadada iştirak edənlər feil sifət tərkibidir, feili birləşmədir və feili mübtədə feili birləşmənin ifadə olunub A variantında. Məktəbə gələn qonaqları hörmətlə qarşıladılar. Mübtədə yoxdur, qeyri-müəyyən şəxsi cümlədir. Qəbul otağında gözlənənləri içəri dəvət etdilər. Dəvət etdilər. Yenə qeyri-müəyyən şəxsi cümlədir, mübtədəsi yoxdur. Yarışda yaxşı iştirak edənlərə hədiyyələr verildi. Verildi. Nə verildi? Hədiyyələr. Mübtədə hədiyyələrdir. İsimdir. Müsabiqədə qalib gələnlərdən müsahibə aldılar. Müsahibə aldılar. Kim? Yenə onlardır. Yəni mübtədə yoxdur, buraxılıbdır. Qeyri-müəyyən şəxsi cümlədir, mübtədəsi yoxdur. Ona görə də yəni bu cümlədə mübtədə yoxdur. Olur cavab A variantı. 30. Mübtədə edilmiş fikirlərdən biri səhvdir. Xəbər mübtədə ilə şəxsi kəmiyyətə görə uzlaşır, düzdür. İsim birləşməli ifadə oluna bilər, təbii ki, həm ismi, həm feili ilə. Cümlənin ən müstəqil üzvüdür, doğrudur. Ayrı-ayrı nitq hissələrlə ifadə olunur. Bəli, təbii ki, müxtəlif nitq hissələrlə ifadə oluna bilər. İsim, sifət, say, zərf, əvəzlik və s. Bu doğrudur. Feili birləşməli ifadə oluna bilmir, yanlışdır. Həm feili, həm isim birləşməli ifadə olunur. Yanlış cavab olur E variantı. Növbəti 31-ə baxırıq. Mübtədəsi feildən düzələn isimlə ifadə olunan cümləni müəyyən edin. Mübtədə feildən düzələn isim olsun. Böyüklər bizim hüquqi tələblərimizi nəzərə aldılar. Nəzərə aldılar kim? Böyüklər. Burada mübtədə böyüklərdir. Sadəcə feildən düzələn sifətdir. Feildən düzələn isim deyil. Ona görə A ola bilməz. Görüş heç kimin gözləmədiyi qalmaqalla başa çatdı. Başa çatdı. Nə? Görüş. Burada mübtədə görüşdür. Görmək feilindən görüş ismi düzəlib. Yəni feildən düzələn isimlə ifadə olunan mübtədə B variantındadır. Havanın soyuqluğu idmançıları inadlarından döndərə bilmədi. İnadından döndərə bilmədi. Nə? Havanın soyuqluğu. Mübtədə burada ifadə olunub ismi birləşməklə. Bugünkü yarış fövqəladə bir şəraitdə keçirilirdi. Keçirilirdi. Nə? Yarış. Mübtədə yarışdır. Sadəcə yardan yarış yaramır. Yarış sadə sözdür. Feildən düzələn isim deyil. Kəsici aparatlar lazımsız əşya kimi bir küncə atılmışdı. Atılmışdı. Nə? Aparatlar. Aparat da sadə isimdir. Cümlənin birində mübtədə söz birləşməsi ilə ifadə olunmamışdır. Ürək ağrısı onu rahat qoymurdu. Rahat qoymurdu. Nə ürək ağrısı? Mübtədə isim birləşmədir. Vətənimizin hər yeri ana bucağı qədər istidir. İstidir. Hara? Vətənimizin hər yeri isim birləşmədir. Bu yerlərin gözəlliyi qonağı heyrətə gətirmişdi. Nə? Yerlərin gözəlliyi. Yenə isim birləşmədir. Koroğlu el qəhrəmandır. El qəhrəmandır. Xəbər isim birləşməylə ifadə olunubdur. Kim? Koroğlu. Koroğlu isə isim birləşmə yox, mürəkkəb sözlə ifadə olunub. Ona görə cavab olur D bəndi. Tikintidə işləyənlər bizim briqadanın fəhlələridir. Briqadanın fəhlələridir. Hansı briqadanın? Bizim. Kim? Tikintidə işləyənlər. Burada isə feil sifətlə ifadə olunub, yəni söz birləşməsidir. Doğru cavab olur D variantı. Və doğru cavab oldu D bəndi. 32-də keçək 33-cü suala. Cümlənin birində mübtədəsi feili birləşməli ifadə olunmuşdu. Baxaq. Dağ havası onun əsəblərini sakitləşdirirdi. Sakitləşdirirdi. Nəyi? Onun əsəblərini. Nə? Dağ havası. Burada mübtədə dağ havası və feili yox isim birləşməli ifadə olunub. İradəsi güclü olanlar sınağa dözür. Dözür. Nəyə? Sınağa. Kim? İradəsi güclü olanlar. Mübtədə burada feili sifət tərkibi ilə ifadə olunubdur. Güclü olmaq, iradəsi güclü olanlar. Yəni burada ifadə olunubdur. Mübtədə feili birləşməli, feil sifət tərkibi ilə. Səlim qızının ad günündə qızıl saat bağışladı. Bağışladı kim? Səlim. Burada xəbər bağışladı. Səlim mübtədədir və Səlim isimlə ifadə olunub. Bugün hamı onun barəsində danışır. Danışır kim? Hamı. Hamı mübtədədir, əvəzliklə ifadə olunub. Onun şöhrəti dünyanın hər yerinə yayılmışdı. Şöhrəti yayılmaq, deməli, dünyanın hər yerinə yayılmışdı. Dünyanın hər yeri, üçüncü nöqtəyin söz birləşməsidir. Nə yayılmışdı? Onun şöhrəti. Burada mübtədə onun şöhrətidir.
və isim birləşmənin ifadə olunubdur. Bizə fe'li birləşmə lazım idi. Hansı cümlədə fe'li birləşmə mübtədi vəzifəsində işlənibdir? Düşmənin hücumundan müdafiə olunmağı bacarmalıyıq. Bacarmalıyıq kim? Biz. Mübtədi biz olmalıydı, biz isə buraxılıb cümlədə. Kitab Dədə Qorqud dastanı türk dilli xalqların ortaq abidəsidir. Xalqların abidəsidir. Üçüncü növdə ayrılmadan xəbər gedir. Nə? Kitab Dədə Qorqud dastanı. Burada da isim birləşmədir. Dərslərdə müxtəlif üsullardan istifadə etməyin faydası çoxdur. Çoxdur. Nə çoxdur? Deməli, müxtəlif üsullardan istifadə etməyin faydası nədə çoxdur? Dərslərdə. Dərslərdə çoxdur. Yox, birlikdə gedəcəkdir. Dərslərdə müxtəlif üsullardan istifadə etməyin faydası. Burada deməli, üsullardan istifadə etməyin faydası. Fayda isim olduğu üçün mübtədi isim birləşmənin ifadə olunacaq. Fe'li birləşmənin ifadə olunmayacaqdır. D-də isə Mirzə Fətəli Axundzadənin həyatını tədris edərkən onun səyahətləri barədə də məlumat verirəm. Məlumat verirəm. Kim məlumat verir? Mən. Mən mübtədəsi buraxılıbdır. Gənc nəslin dünyagörüşünü formalaşdırmaq hər birimizin borcudur. Hər birimizin borcu nədir? Gənc nəslin dünyagörüşünü formalaşdırmaq. Burada mübtədə məstərlə ifadə olunub, yəni fe'li birləşmənin ifadə olunub. Ona görə doğru cavab olur E variantı. 35. Nə gözəldir dinləmək suların nəğməsini? Necədir gözəldir? Nə gözəldir? Suların nəğməsini dinləmək. Burada sadəcə inversiya var. Cümləni nəsr şəklinə çevirsək, yəni çevirib belə təhlil etmək daha rahatdır. Gözəldir nə? Suların nəğməsini dinləmək. Burada məstər tərkibi ifadə olunub mübtədə. Hey, bəri bax, ikidə yaraşmaz arxadan vurmaq. Yaraşmaz kimə ikidə? Nə yaraşmaz? Arxadan vurmaq. Burada da mübtədə arxadan vurmaqdır və eyni zamanda mübtədə ifadə olunubdur fe'li birləşmə, yəni məstər tərkibi ilə. Öz səadətini başqasının bədbəxtliyi üzərində quranlar lənətə yad olunur. Lənətlə yad olunurlar. Yad olunurlar. Kim? Öz səadətini başqasının bədbəxtliyi üzərində quranlar. Burada da mübtədə ifadə olunubdur fe'l sifət tərkibi ilə. Cavab olur A variantı. Növbəti 38. Mübtədənin isim birləşməli ifadə olunan cümləni müəyyən edin. İsim birləşmə olsun. Aktyorun səhnə taleyi hələ də keşməkeşli əzablı olmuşdu. Keşməkeşli olmuşdu, əzablı olmuşdu. Nə? Aktyorun səhnə taleyi. Elə burada 38-də aktyorun səhnə taleyi A variantında isim birləşməni ifadə olunub mübtədə. Təbiət yuxudan ayılan körpə kimi xumarlanırdı. Xumarlanırdı nə təbiət? Burada isimlə ifadə olunub. Qulağıma həzin bir səs gəldi. Gəldi. Nə gəldi? Səs. Mübtədə isimdir. Elə bil quşcuğaz özünün məhəbbət nəğməsini oxuyurdu. Oxuyurdu. Nə? Quşcuğaz. Burada isimdir. Əkin yeri suvarılmadığı üçün taxıl yanırdı. Yanırdı. Nə? Taxıl. Burada da mübtədə ifadə olunubdur isimlə. Mübtədə haqqında səhv fikri soruşur. Kim, nə, bəzən hara suallarından birinə cavab verir. Bu doğrudur. Bütün ismi və fe'li birləşmələr cümlədə mübtədə vəzifəsində işlənə bilər. Yanlışdır. Çünki fe'li birləşmələrdən fe'li bağlama tərkibi, yəni fe'li birləşmələrdən fe'li bağlama tərkibi heç vaxt mübtədə rolunda çıxış edə bilməz. Yəni mübtədənin ifadə vasitəsi heç vaxt fe'li bağlama ola bilməz. Ona görə də bütün isim fe'li birləşmə yazdığı üçün yanlış cavab B-dədir. Cümlənin ən müstəqil üsuludur. Qrammatik cəhətdən heç bir cümlə üzvündən asılı deyil. Düzdür. Haqqında danışılan şəxs əşyanı bildirir. Düzdür. Bütün əsas nitq hissələri ifadə oluna bilər. Təbii ki, bu da doğrudur. Hansı cümlədə fərqləndirilmiş söz mübtədədir? Ora getmək heç də göründüyü kimi asan deyil. Asan deyil. Nə asan deyil? Ora getmək. Burada birlikdə gedir. Yalnız ora mübtədə deyil. Ona görə A deyil. Bura gələndə hamınızı görməyi arzulayırdım. Arzulayırdım. Kim? Mən. Bunun mübtədəsi məndir, ixtisarı olunubdur. Nə vaxt, nə zaman arzulayırdım? Bura gələndə. Tərkib yaradaraq sərflik olur. Ora çatınca çox vaxt itkisinə yol verdik. Yol verdik. Nəyə? Vaxt itkisinə. Nə qədər vaxt itkisinə? Çox. Nə vaxt, nə zaman? Ora çatınca. Burada zərflikdir, mübtədə yoxdur. Bura gələndən sonra oxumaq həvəsim artmışdı. Artmışdı. Nə artmışdı? Həvəsim. Hansı həvəsim? Oxumaq kimi həvəsim. Oxumaq burada deməli təyin olacaqdır. Bura gələndən sonra nə vaxt, nə zaman? Bura gələndən sonra və burada da mübtədə yoxdur. Bura bizim keçmişimizin yaşadığı yerdir. Deməli, yerdir. Hara? Bura. Burada da bura mübtədədir və mübtədə ifadə olunubdur. Elə fərqləndirilmiş söz mübtədə olduğu üçün cavab olur E variantı. Daha sonra 41-ci suala baxırıq. Verilmiş cümlələrdə mübtədənin ifadə vasitəsi ilə bağlı uyğunluğu müəyyən edin. Dağdan axıb gələn suların şırıltısı Güləsəri məst eləmişdi. Nə? Bu cümlədə mübtədə olacaqdır
suların şırıltısı, yəni mübtədə ifadə olunub ismi birləşməklə 3-ə götürəcək anı, atlı və piyada səyahətçilərin bizim balaca qəsəbəmizdə qalmaqlarının səbəbi biz indi anlamaqdayıq. Anlamaqdayıq kim biz. Burada mübtədə vəziflə ifadə olunub. 2-yə yazırıq B-ni. Bu dəfə səssizlikdir. Qapını açan, qapıya qabağa çıxan yox idi. Yox idi kim qabağa çıxan, kim qapını açan. Deməli, burada mübtədə ifadə olunubdur. Feili birləşməli. C-ni yazırıq 4-ə. Onlar məktəbə, təhsilə meyilləndikcə gələcək daha parlaq görünməyə başlayır. Görünməyə başlayan nədir? Gələcək. Burada mübtədə ifadə olunub isimlə. D-ni yazırıq 1-ə. Amma bu qadağan olunmuş görüş od üstünə atılmış bir damcı su kimi həsrətimizi qılıqlandırıb cızdağımıza çıxarmışdır. Nə? Görüş. Burada görüş də mübtədədir. İfadə olunub isimlə. E-ni yazırıq 1-ciyə. Cavab olur 1-ə D-Y, 2-yə B, 3-ə A, 4-ə C. Yəni olur B variantı. Sual 42. Hansı cümlədə mübtədə isim birləşməli ifadə olunubdur? Xəzərə zillənən gözlər hələ də nigaran idi. Nigaran idi. Nə gözlər? Göz mübtədədir və isimlə ifadə olunubdur. Bizə isim birləşmə lazımdır. Onun dənizə baxan gözlərini görmək indi mənim üçün həyatın özü deməkdir. Həyatın özü deməkdir. Nə? Onun dənizə baxan gözlərini görmək. Burada deməli mənim həyatın burada mənim üçün, daha doğrusu mənim üçün həyatın özü deməkdir. Hamısı birlikdə xəbər gedir. Nə vaxt, nə zaman? İndi. Və burada da olacaqdır. Mübtədə isim birləşmə, feili birləşməni ifadə olunmuş. Düşündüklərini həyata keçirmək arzusu onu daha da gərgin işləməyə sövq edirdi. Sövq edirdi. Nə? Sövq edirdi. Düşündüklərini həyata keçirmək arzusu. Burada birlikdə təhlil olunaraq götürüləcəkdir mübtədə. Və arzu da isim olduğu üçün bu isim birləşmədir. Cavab olur C. Anasının xatirələrinə qulaq asmaq onun yeganə təsəllisi idi. Onun təsəllisi idi xəbər. Nə? Anasının xatirələrinə qulaq asmaq. Məsdər tərkibidir. Feili birləşmədir. Lətafətin uşaqlarını da burada gördük. Gördük biz mübtədəsi buraxılıbdır. Cavab olur C variantı. 43. Nümunədə işlənmiş mübtədələrdən biri ifadə vasitəsinə görə digərlərindən fərqlənir. Qələbə çalmış ordu şəhərə daxil oldu. Daxil oldu. Ordu mübtədədir, isimdir. Gələn qonaqları yüksək rabitəli rütbəli zabitlər qarşıladılar. Qarşıladılar kim zabitlər? Axşamdan əsən güclü külək yenicə sakitləşmişdi. Sakitləşmişdi nə külək? Ağacın budaqları yüngülcə yellənirdi. Yellənirdi nə ağacın budaqları? Qalib əskərlər gülçəklə qarşılandılar. Qarşılandılar kim? Əskərlər. Gördüyümüz kimi A-da, B-də, C-də, Y-də mübtədələr isimlə ifadə olunub. Lakin D variantında isim birləşməklə. Yəni fərqli olan D variantı olur. 44. Hansı cümlədə asılı tərəf qeyri-müəyyənlik halda olan söz birləşməsi mübtədə vəzifəsindədir? Yəni, ikinci nöqtənin söz birləşməsi istənilir. Çünki asılı tərəf qeyri-müəyyənlik halda olur. Uşaqlıq xatirələri yada düşəndə onu kədər bürüyürdü. Nə edirdi? Deməli, kədər bürüyürdü. Kimi onu, nə vaxt, nə zaman uşaqlıq xatirələri yada düşəndə. Burada uşaqlıq xatirələri yada düşəndə, nə vaxt, nə zaman burada birlikdə təhlil olunacaq. Düzdür, uşaqlıq qeyri-müəyyənlik haldadır, lakin uşaqlıq xatirələri bürüyürdü deyə bilmirik. Mübtədə o deyil. Və ona görə də burada tərkib yaratmış olduğu üçün biz biri götürə bilmərik. Eyni zamanda burada mübtədə də kədərdir. Bunu götürə bilmərik. Lal suları yarıb şütüyən qayıq adanın arxasında görünməz oldu. Görünməz oldu. Nə görünməz oldu? Qayıq. Burada deməli mübtədə söz birləşməsi ifadə olunmayıbdır. Kənd cavanları ona kömək etdilər. Kömək etdilər kimə? Ona. Kim? Kənd cavanlar. Kənd cavanlar mübtədədir və asıl tərəf kəndin cavanlar. Qeyri-müəyyənlik haldadır. Çəmənlərdən gələn biçilmiş ot qoxusu başını gicərləndirirdi. Nə başını gicərləndirirdi? Ot qoxusu, otun qoxusu. Ot qeyri-müəyyənlik halda olan isim birləşmədə ot qoxusu. Ona görə cavabım 1 3 olur, 1 də 4. Söz birləşməsi ilə ifadə olunmuş mübtədənin işləndiyi cümləni müəyyən edin. Güllərin və ağacların üzərinə 45. Güllərin və ağacların üzərinə axşam kölgəsi çökdüyündən bağça daha böyük görünürdü. Görünürdü. Nə? Bağça. Burada mübtədə ifadə olunub sadəcə isimlə. Onun saçları dağılmış, gözləri ağlamaqdan şişmişdi. Dağılmışdı, şişmişdi. Nə? Onun saçları, nə? Deməli gözləri. Burada
Söz birləşməsi ilə ifadə olunan mübtədə var. Yəni onun saçları mübtədədə isim birləşməsilə ifadə olunub. Ona görə cavabım 1-2-dir. Qoca öz həyəcanının səbəbini bu əzik kağızda tapacağını şübhə etmədi. Şübhə etmədi kim qoca? Mübtədə sifətlə ifadə olunub. Göydə xəyal kimi asılıb qalmış təzə ay get-gedə işıqlanırdı. İşıqlanırdı. Nə? Ay mübtədə isimlə ifadə olunub. Söz birləşməsi deyil. Gecənin qaranlığında ara bir it ürüşməsi eşidilirdi. Eşidilirdi. Nə? İt ürüşməsi. Burada isim birləşməsilə ifadə olunubdur. Məryəmin səsini ucaltmaq istəməməsi Səlimi daha da ürəkləndirirdi. Nə edirdi? Ürəkləndirirdi. Kimi? Səlimi. Nə? Məryəmin səsini ucaltmaq istəməməsi. Burada isə deməli Məryəmin səsini ucaltmaq istəməməsi söz birləşməsilə ifadə olunan mübtədə var. Ona görə də 1 olacaqdır. 6. Cavab olur 2, 5, 46. Hansı cümlədə o bu əvəzlikləri mübtədə kimi işlənmişdir? O, bizim həyata keçirdiyimiz tədbirlərdən biridir. Tədbirlərdən biridir. Nə o? Burada o mübtədədir. Bu da uşaqların hazırladığı modeldir. Nədir modeldir? Nə bu? Bu da mübtədədir. O heykəl böyük Sabirə qoymuş abidədir. Burada o təyin rolundadır. Bu, heç kimi yolundan döndərə bilmədi. Yolundan döndərə bilmədi. Nə? Bu mübtədədir. O gəmi dənizin digər sahilində üzür. Burada isə o təyindir. Cavab olur 1, 2, 4. 47. Hansı nümunədə mübtədə isim birləşməli ifadə olunubdur? Çoxmərtəbəli hündür binaların damı ağ qarla örtülmüşdü. Örtülmüşdü nə ilə? Qar ilə. Hansı qarla? Ağ. Nə örtülmüşdü? Binaların damı. Burada isim birləşməli ifadə olunub. Ona görə cavabın biri olacaqdır 1. Tapşırıqları vaxtında yerinə yetirmiş şagirdlər imtahandan azad olundular. Azad olundular. Kim? Şagirdlər. Deməli, burada şagirdlər mübtədədir. İsmi birləşməli ifadə olunubdurmu? Yox, hansı şagirdlər? Bax, tapşırıqları vaxtında yerinə yetirmiş. Burada təyin rolundadır. Və azad olundular kim? Şagirdlər. İsim birləşməli ifadə olunmuyub. 2 yanlışdır. Bağça müdiri Sona valideynləri mehribanlıqla qarşıladı. Qarşıladı kim? Sona. Burada Sona mübtədədir, isim birləşmə deyil. Səhər-səhər balıq başına gələn gözəl qız incə əlləri ilə bir dəstə bənövşə topladı. Topladı kim? Qız. Burada da isim birləşmə deyil. Yaxın adamların narahatlığı onun heç düşündürmürdü. Nə etmirdi? Düşündürmürdü. Nə düşündürmürdü? Adamların narahatlığı. Bu da isim birləşmədir. Ona görə də isim birləşmə ilə ifadə olunan biri 1-dir, biri də 5-dir. Yəni doğru cavab olacaq 1, 5. Daha sonra 48. Mübtədəsi söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümlələri müəyyən edin. Mübtədə söz birləşməsi ilə ifadə olunsun və ismi xəbərli olsun. Baxaq. Yaxşı əkin sahələri təkcə bu sahələrdən ibarət deyil. İbarət deyil. Nə əkin sahələri? Mübtədə ismi xəbər deməli ismi birləşmədir. Xəbər də ismi xəbərdir. İbarət deyil. Bu doğrudur. Rüstəm kişi pulu götürmək üçün otağa daxil olanda qapı açıq idi. Açıq idi. Nə? Qapı. Burada qapı isimdir. Amma isim birləşmə istənildiyi üçün 2 götürülmür. Azəri yurdunun oğluyam mən. Azərinin yurdunun oğluyam. Burada ismi birləşmə ifadə olunubdur. Xəbər ismi xəbərdir. Kim mən? Əvəzliklə ifadə olunub. İsim birləşmə deyil. Mübtədə. Burada üzüm tənəkləri ancaq 5 ildə bir dəfə kəsilərdi. Kəsilərdi feili xəbər olduğu üçün 4-ə baxmırıq. Çünki bizə lazım idi ismi xəbərli. İdarə heyətinin bir üzvü də Barış idi. Barış idi. Kim? İdarə heyətinin üzvü. Burada mübtədə isim birləşmə ifadə olunub. Xəbər isə ismi xəbərdir. Ona görə 5-də doğrudur və doğru cavab olacaqdır 1, 5. Mübtədənin ifadə vasitəsini nəzərə alaraq düzgün ardıcılığı müəyyən edin. Kənd uşaqları əllərində dəri top meydançaya tərəf qaçırdılar. Qaçırdılar kim? Kənd uşaqları. Bu isim birləşmədir. Ona görə birinci 3 olacaq. Qapıda dayananlar bizi çox hörmətlə qarşıladılar. Kim? Qapıda dayananlar. Feili birləşmədir. 4 olacaq. Qocalar uşaqlara faydalı məsləhətlər verdilər. Kim qocalar? Qocalar deməli sifətdir. Sifətlə ifadə olunub mübtədə 1 yazacağıq. Hamı tamaşanın finalının həyəcanla gözləyirdi. Gözləyirdi. Kim? Hamı. Burada əvəzlikdir. 5 yazacağıq. 2-də isimdir. İsim hansındaydı qeyd etmədik. Deməli, kənd uşaqları isim birləşməkdir. 3-ü yazdıq. Qapıda dayananlar feili birləşməkdir. 4-ü yazdıq. Üçüncü fikri oxumadım. Qapıya çatdığım zaman yağış iri damcılarla yağmağa başladı. Nə yağış? Yağış burada isimdir və isimdə yazacağıq 2-yə. Yəni 3, 4, daha sonra 2 araya yazılmalıydı. 2, 1, 5 olacaq.
50-yə baxırıq. Mübtədəsi isim, sifət, zərf və feil sifətlə ifadə olunan cümləni ardıcıllıqla müəyyənləşdirək. Birinci isimlə ifadə olunan tapın. Əvvəlcə baxaq, sonra ardıcıllığı tamamlayarıq. Burada əvvəlki abidənin yerinə başqası qoyulmuşdu. Qoyulmuşdu nə başqası? Bu sifətdir. Yazaq sifət. Oradakı evin pəncərəsindəki 2 silahlı əsgər ətrafa göz qoyurdu. Göz qoyurdu. Kim əsgər? İsimdir. Oxuyan bəhrəsini görər. Kim oxuyan? Bu feili sifətdir. Deyirlər bir zamanlar bura dünyanın ən hündür zirvəsi hesab edilib. Hara bura? Burada zərfdir. İndi baxaq. İsim gəlibdir ikincidə. 2-ni yazırıq. Daha sonra sifət gəlibdir. Deməli, sifət birincidə, başqası. Daha sonra zərf olub 4-cüdə, bura. Digər isə feil sifət də olub 3-də. Ona görə 2, 1, 4, 3 olacaq. Sonuncu 51-ci suala baxırıq. Bu da o tip suallardan biridir. Burada da uyğunlaşdıracağıq. Mübtədənin ifadə vasitəsinə görə ardıcıllığı tapın. Döyüş meydanından çıxarılan yaralılar hospitala yerləşdirilirlər. Yerləşdirildilər. Kim yaralılar? Sifətlə ifadə olunubdur. Birinci 2-dir. Kənddən gələnlər öz təkliflərini bizə çatdırdılar. Kim kənddən gələnlər? Mübtədədir. Feili birləşmədir. Sonra 3 olacaqdır. Qoca ev sahibi qapını açıb onları içəri buraxdı. İçəri buraxdı. Kim ev sahibi? Ev sahibi burada isim birləşmədir. 4-ü yazacağıq. Qardaşımın ona etdiyi yaxşılıq heç zaman yadımdan çıxmır. Yaddan çıxmır. Nə? Qardaşım, nə yaddan çıxmır? Yaxşılıq. Yaxşılıq da isimdir. İsimlə ifadə olunan da olacaqdır 1. Yəni 2, 3, 4, 1. Doğru cavabımız, yəni ardıcıllığımız bu şəkildə olmuş olacaqdır.